3 manat, bunlar 3 manat. Bundan ver de. Salafanları Bir tane balık da ya. Orada harika. Kilo var da. Kilodan da var. Yani ki gördüğünüz gibi de bu balıklarla əlaqədar olaraq, yəni balıqlar çox bahadır. Bayramla əlaqədar deyil, nə iləsə əlaqədar deyil, amma çox bahadır. Hardasa 30 manat arasında, 30-dan da daha yuxarı çıxır. Amma əvvəllər 15 manat idi, 12 manat idi. Bunu da ki bizim kimi insanların almağa o qədər də imkanımız yox. Sizce bayrama doğru daha da Əlbəttə bayrama qarşı getdik, hər bir şeyin qiyməti qalxır. O qaçılmazdır. Yəni bayram ərəfəsində o şeylər hər bir şeyin qiyməti var. Nəinki balığın, hətta o almanın, tərəvəzlərinin hər şey olan da qiyməti qalxır. Yəni göz qabağında hər şey. Olmaması kadar yağıştan asıl. Yağış olur, balık az olur. Külək olur, balıq az olur. Normal hava olanda balıqlar da yaxşı olur. Qiymətlər də stabildir. 4.50'ye var, 6'ya var, 9'a var. Yok, balığın olmaması qiymətlere təsir edir mi? Balığın az olması qiymətlere təsir edir mi? Yok, hiçbir şey təsirləmir, yok tabii ki. O deniz balıqları ola bilər ki, az çıxar bahalı olar. Kür balıqlar neçə? Kür balıqları 15 manata var, 30 manata var, 20 manata var. Her qiymətə var qardaş. Hacıyeva Mənsurə, İsmail qızı. Aha. Balıqların olmamasıyla bağlı. Bayaq ki ilə təkrar. Balıqların olmamasıyla təkrar balıq yoxdur, dərya quruyub eləmirsən, yoxdur. Dərsi dərzlər 3 dənə balığın almışlar. 3 dənə balığın dərsi neçəyə versin? Alan neçəyə versin? Ona görə sulda görsən bomboşdur, heç nə yoxdur. Sələndə həmişə sular dolu vardı balığına. İndi kürdə balıq yox deyimlə, dərzdə balıq yox deyimlə, sular hamısı bomboşdur. Cəmaat nə alsın satsın, halca göl balığıdır. Satılanlar göl balığıdır Səliyanda. Kür balığı yoxdur, sənə qurbanı. Yəni balıqların az olması qiymətlere təsir edir. Balığı yox deyimlə, 5 də balığın olsa, neçəyə satarsan? 10'da olsa ucuz satarsan da, 5'te olsa neçəyə satarsan, bahar satarsan. Ona görə ki, yol pulusu, köl pulusu, benzin pulusu, dərzdə, ötkən hamısı çat benzindən gedir də. Onların da hakkı var, o bursu, yani ki heç də yarada bilmirlər. Yəni Allah versin də çörəyə oğlan. Yoxdur da. Kadırdan çəkirəm bu.